Bu servisə kimin nə zaman gələcəyi heç bəlli olmaz. Gəl. Gördün? Gəl. Biraz da gel. Hop. Salam qardaş, xoş gəlmisən. Xeyirli olsun. Deyəsən yeni almısan maşını. Hə qardaş, təzə almışam maşını. Bəlkə bu maşın üçün sizdə yanacağına falan qatqı, şüşə silənə dərman falan olar. Var qardaş, əlbəttə var. Amma sadəcə olaraq bunların hamısı bu avtomobilin çölü üçündür. Sən bunun içərisi üçün nəsə bir şey fikirləşmirsən? Hə qardaş, əlbəttə fikirləşirəm. Elə kimyəvi təmizləmənə gələn. Bax, tərtəmiz elətdirmişəm maşını üçün. Onu başa düşdüm qardaş. Mən salonu nəzərdə tutmuram, mühərrikin içərisini nəzərdə tuturam. Mühərrikin üçün nə etmək lazımdır qardaş? Bax, necə yəni mühərrikin üçün nə etmək lazımdır? Mühərrikə keyfiyyətli mühərrik yağı tökmək lazımdır. Mehmet usta, oradan bir dənə 040 yağı gətir. Pa olsun. Ver. Düz saxla get. Avtomobilinizi peşəkarlara etibar edin. Ailə yox, kişi elə yox.